Quran-ı Kerimdə Nisa surəsində buyurur ki: "Vəltəkum minkum ummetun yed'un ilal xeyr." Sizin içərinizdən elə bir şəxslər var ki, elə bir insanlar var ki, onların dərdi başqalarını xeyrə dəvət eləməkdir. Onlar istəyirlər ki, insanları yalnız xeyrə dəvət eləsinlər. Və ya'muruna bil ma'ruf və yanhauna 'anil munkar. Ulaika humul muflihun. Və onlar insanları yaxşı işlərə dəvət edirlər və pisliklərdən çəkindirirlər. Onlar həqiqətən də nicat tapanlardır, feyzə satanlardır, qələbə qazananlardır. Allah bu ayədə bütün insanlığın içərisindən bir dəstə insanı ayırır və onlara müjdə verir. Və onlara insanlıq statusunu verir. İnsanın insan kimi dünyaya gəlməyi o demək deyil ki, insan öz insanlığını dərk edir və o cürlədə yaşayır.